Bu gün bildiyimizdən və gördüyümüzdən fərqli olsa da, müəyyən məqsədləri və resurs məhdudiyyətləri olan müvəqqəti təşəbbüslər min illərdir ki, baş verir. Beləliklə, gəlin keçmişə səyahət edək və bəzi layihələrə baxaq. Qədim Misir ehramları. Dünyanın 7 möcüzəsindən biri olan bu tikili, şübhəsiz ki, unikal nəticəsi olan böyük bir iş idi. Böyük miqdarda material və işçi qüvvəsi cəlb olunmaqla işin necə təşkil edildiyi və icra edildiyi hələ də məlum deyil. Lakin planlaşdırma və idarəetmə hətta bugünkü standartlar üçün yenilikçi idi. 15-ci əsr. Bu dövr yeni torpaqlar və resurslar tapmaq üçün xarici ekspedisiyalarla bağlı idi. Xüsusi bir layihə meneceri olan Christopher Kolumb, qərbdən Asiyaya yol tapmaq təşəbbüsü üçün büdcə tapmaqda çətinlik çəkirdi. Onun büdcəsi cəmi 3 gəmidən ibarət idi və 1 illik müddət ərzində kəşflərdən gələcək gəlirlərin 10%-ni tələb edirdi. Onun biznes planı Portuqaliya kralı, Geniya, Venesiya və hətta İngiltərə kralı tərəfindən dəfələrlə rədd edilib. Nəhayət, o sponsor olan İspaniya kralı və kraliçasını tapdı. Kolumb 1492-ci ildə səyahətə çıxmaqla Amerika qitəsinin Avropalılar tərəfindən kəşfi istiqamətində ilk addım atdı. Sonra baş verən hadisələr sizə məlumdur. 19-cu əsr. Budur. Sənaye inqilabının baş verməsi tarixin ən sürətli texnoloji inkişafının başlanğıcı olur. Avtomatlaşdırma və kütləvi istehsal ticarətin simasını dəyişir. Rəqabət artmağa başlayır və bununla da müəyyən iş üçün sərf olunan vaxt və resurslardan səmərəli istifadə daha vacib əhəmiyyət daşımağa başlayır. 20-ci əsrdə isə layihələrin idarə edilməsi günümüzdə bildiyimiz hala gəldi və inkişaf etməyə başladı. Lakin əsas sürətli inkişaf sənaye inqilabından sonrakı dövrə təsadüf edir. Layihə idarəetməsinin banilərindən biri olan Henry Gant, şaquli oxda yerinə yetirilməli olan fəaliyyətləri və üfüqi oxda zaman göstəricisini göstərən sadə, lakin dahiyənə diaqram yaratdı. Bu yəqin ki, layihənin ilk vaxt cədvəli idi. O, 1-ci Dünya müharibəsi zamanı donanma gəmilərinin tikintisinin gedişatını planlaşdırmaq və izləmək üçün istifadə edilmişdi. Daha sonra kursda buna da ətraflı baxacağıq. 1950-ci illərin sonlarında DuPont və Remington Rand Corporation tərəfindən icra edilmiş inqilabi kritik yol metodumuz, ingiliscədə isə Critical Path Method var. Kritik yol metodu layihə menecərlərinə layihənin tamamlanması üçün lazım olan müddəti hesablamağa kömək etdi. Bu, müxtəlif fəaliyyətlərin bir-biri ilə necə əlaqəli olduğunu təhlil etməklə həyata keçirilir. Kritik yol metodu icra müddətini nəzərə almaqla layihə menecərlərinə fəaliyyətləri ardıcıllaşdırmaq üçün ən yaxşı yolu müəyyən etməyə kömək edir. Bu haqda növbəti dərslərdə daha ətraflı məlumat verəcəyik. 1960-cı illərdə isə layihə idarəetməsi peşəyə çevrildi. Bu zaman iki assosiasiya yaradılmışdı. Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası, IPMA və bir neçə il sonra isə Layihə İdarəetmə İnstitutu, PMI təsis edilmişdi. Onların məqsədi layihə idarəçiliyini inkişaf etdirmək, bu sahədə standartlar, ən yaxşı təcrübələri və təlimatları yaratmaq idi. Hansı ki, indi də belədir. Bütün bunlar innovativ layihə idarəetmə standartlarının və yanaşmaların inkişafına səbəb oldu. Və nəhayət, müəssisələrin texnoloji cəhətdən inkişaf etdiyi və coğrafi cəhətdən heç vaxt olmadığı qədər genişləndiyi 21-ci əsrə xoş gəlmisiniz. Bugünkü layihələrdə müstəsna olan, arzu olan nəticə ətrafında mürəkkəbliyin həcmidir. Bu mürəkkəbliyi başa düşmək üçün fiziki mağazanın açılması ilə onlayn mağazanın yaradılması arasındakı fərqi təsəvvür edə bilərsiniz. Dizayn, qoşulma sürəti, onlayn ödəniş, təhlükəsizlik, müştəri xidməti və s. İnsanların fəaliyyəti və nəzərə alınmalı risklər bugünkü dünyamızda daha çoxdur və daha tələbkar layihələrlə güclü layihə menecerinə ehtiyac yaranır. Bununla da tarixə səyahətimizi yekunlaşdırırıq və növbəti dərsimizdə layihə idarəetməsi ilə bağlı vacib terminlərlə tanış olacağıq.